gün Azərbaycan prezidenti Birləşmiş Ərəb Əmirliyinə işgüzar səfərini reallaşdırır. Burada yalnız Azərbaycanın dövlət başçısı xüsusi statusda açılış mərasimində iştirak edirdi. Приветствую вас из Абу-Даби, где сейчас с рабочим визитом находится президент Азербайджана Ильхам Алиев. You're joining me at the opening ceremony of Games of the Future 2025, which has just concluded right behind me here now. Dövlət başçısının buraya işgüzar səfəri çərçivəsində həm də Birləşmiş Ərəb Əmirliyi prezidenti ilə iki tərəfli görüşü nəzərdə tutulur. Əlbəttə ki, bu görüşə kifayət qədər önəm var. С каждым годом наше сотрудничество с ОАЭ становится все более тесным, разноплановым. И очевидно, что вот этот визит господина Ильхама Алиева будет способствовать его дальнейшему укреплению. Prezident Əli Nəhyan Azərbaycan prezidentinə gələcəyin oyunları 2025 qlobal idman turnirinin açılış mərasiminə qatıldığı üçün öz təşəkkürünü bildirdi. So a lot will be taking place over the next few days, and I'll be bringing you all of those latest developments from not only that meeting, but from the games, which we're going to sit back and enjoy now.